Abşerondan çıxan rəssamlar heç biri bir-birinə oxşamır. Abşeron nədir? Atributu. Günbəzli evlərdir, indi yoxdur. Tut ağacıdır, indi o da yoxdur, hamısı kesiliblər. Qumlardır, o da yox. Daşadılar da. Ona get başqa qum tap da, bax. Gəl bunu aparasan. Mənim nəvəm biri Kanadada oxuyur. Öydən gedəndə demişdi ki, bu atanı qoymayın TikToka baxsın. Baxırsan, öy tökülür. Allah bir dənə qapı düzəldib özünü yox. Pult da açır qapını. Ha, get evi düzəld, sonra qapı pult qoy yenə. Qapı burada. Kişi gələndə hamısı mıx kimi durmalıdır ayaqsız. Atam gəlib, ata necəsən? Nə var? O ata oğul kartla bankına geçsin. Ola əsas odur ki, Allah insanın ağlını almaz. Abşeron yazdı. O dediler ki Abşeron'u tiktiler. Bir tane yer kalmadı dahi. Koyunuza da otarmağa. Şehirdeydim, köçtüm geldik buraya. Ben özüm rəngkaram. Rəngkarlığı qurtarmışam. Ancaq grafika bir 150'ye kadar grafika var. Bir 100'den de çok rəngkar əsərlərim var. Hamısı buradadır. İşləyirəm, yığıram. Gəl nəslə miras qoyacağım da, bunlar hamısı. O vaxt mən olmayanda hər halda bir soruşan, bilən zad olardı. Bu tarixin çərxi fələk təkərləri. Biri təkər düzəldən var. Mən bunu yapmışam ki, tarixin təkərləri. 43-cü ildə anadan olmuşam, 1943-cü il. Müharibənin belə saz vaxtında. Uşaqlığım da elə biz onda keçir. Yəni ki, 83 ildə elə biz ondayım. Qırağa çıxmıram. Çıxdım da tez darıxıram biz ona üçün. Çünki biz ona çox istəyirəm. Ümumiyyətlə, Bakı kəndləri istəməli kəndlərdir. Onlar elə bir, hərəsinin bir xasiyyəti var kəndin. Onları öyrənmək üçün özlərinin düzəltdiyi anekdotlar var. Onlarla bilərsən ki, bu hansı kənddir. Yəni, deməsə də, danışsa, deyəcəksən, bu filan kənddəndir. Bura orta məktəbdə 206'da, sonra 125'e köçdük. Oranı da qurtardım. Gəldim rəssamlığa. Rəssamlığa gəldim. Mənim bir müəllimim vardı, Arif. Ona saqqal Arif deyərlər. Çünki o vaxt saqqal saxlayan yoxdur. İndiki kimi maşallah, hələ baxırsan ki, hamısı saqqallılardır. Saqqallı uşaqlardır, görürsən. Onun saqqalı vardı, ona kliskəsi saqqal Arifdir. Bu mənim müəllimin yeridir. Mən 3 il imtahan verdim bura. 3-cü ildə girdim. Seyfullayev Qafar. Allah rəhmət etsin. Sinifə girərdi, 12 nəfər adamdır sinifdə. Deyirdi ki, mən dərsi bu oğlana deyirəm. Mənim üçün. Sonra bir Əlövsət vardı. O da biz onalıydı. O tez rəhmətə getdi. Buna deyirəm. Bir də ki, bir dənə balaca oğlan vardı. Balaca vardı. Bir də ona. Uğursuzlar Hindidən hələ nə da, get dokumentləri alın, çıxın, gedin. Başqa sənət tapın özünüzə. Yəni bu bir dənə poçerkdən rəssam ki, gəldi, bir balaca özdən gələndən sonra işte uşaq bilinir də, o yaxşı uşaq bilinər kimi, o da bilinir. Bura qutardıq, atıldıq həyatın birinci pilləsinə. Başladı rəssamlıq eləməyə. Rəssamlığa məni bir nəfər mənim bir dənə işimi gördü. Özü institutda oxuyurdu ya, o institutda oxuyub, o çoxdan rəhmətə də gedər. Sonra bizim əlaqəmiz keçdi. O bizim evdə qalırdı. Həm oxuyurdu, studentdir, Azidə.
həm də ki gəlirdi orada qalır. Bir gün mən bir dənə şəkil çəkmişdim. Kitabdan köçürmüşdüm yəni. Və o pioner əlində qırmızı şey tutub əlində poyezdin yolu relsi aralanıb çıxıb poyezd da gəlir oradan. Bu onu göstərir ki, yəni pioner öz qalsını çıxarıb göstərir ki, yəni ki gəlməsinlər, saxlasın uzaqdan. Bu şəkildə mən köçürmüşdüm də kitabdan. Baxırlar hamısı köçürdü. Hamısı köçürdə gəlib çıxıb. O şəkildə sonra gəldi birdən belə baxdı mənə. Ben de mən 2'də oxuyurdum, ya 3'də oxuyurdum. Deyirəm ki, sən çəkdin bunu, deyirəm hələ. Deyir, sən get bu sənətin dalıcı. Mükəmməldir, mükəmməl çəkmişsən bunu. Uşaq əvvəl uşaq olur. Böyüyür. Yaşa dolandıqdan sonra özü bilərsiniz, özü uşaq kimi olur. Uşaq kimi olanda göründü, rəssamca necə maraqlıdır, uşaq kimi işləsin. 80 yaşım var mənim, 83. Bu yaşımda indi mən başlayıb uşaq kimi işləməyə. O sənəcə, onu bilirsiniz, bu gərək hardasa sənə diktavat olunsun, hardansa. Yoxsa hələ belə özü aktyor kimi, başlayacaq uşaq kimi işləyir. O alınmaz o. O gəlir, o nöqtəyə gəlib çatasın. Ən çətini də budur, rəssamlıqda. Yəni rəssama heç kim demir. Söz desə də onu eləməyəcək. Rəssama Allah tərəfdən vergidir. Necə şair şeiri demir. Bir də olsa, Bakının 32 dənə kəndi var da. Hər kənd bir-birinə oxşamır. Danışıqlarda da, ləhcədə də bir-birinə oxşamırlar. Hərəkətlərində də bir-birinə oxşamırlar. Yəni ki, bu kəndləri götürəndə sən deyirsən ki, hamısı Adnatonluza, yox, Adnatonlu da öyrə. O sənəcə elə pişib bunlar ki, hələ bir dənə lava çıxıb, səpələnib, 32 dənə hissələrə bölünüb. Uca pişiblər bunlar. Ancaq ki, hərəsi hara düşüb, o yerin şeyini götürüb. Necə deyirlər? Oturub oranın havasını, nə üçün deyir bilgəri, zəfəranla da bilgəri olur. Nə üçün? Biz onda da olur. Biz onda da bilgəri lab yağmır. Başqa yerləri deyir, axı olmur. Nə üçün hövsan soğan, ancaq hövsanda. İndi bir arada yox oldu, zəhərləmişlər də otumu. Sonra indi gəlib hövsan soğanı, nazik soğanlardır. Mən uşaqlıqdan görmüşəm. Anam, Allah onun əvzə rəhmət etsin, əti döyürdü taxtada. Taxtada döyə-döyə, sonra o soğandan belə 2 bölüb atırdı ora. Hərdən soğan da çiçirirdi. Mən də baxıram, gözlərim yaşara. O soğan yanı indi var, salır motor, getdi, kütlələr hazır. Hələ kütlələr hazırdır çıxırlar. İndi gör onun suyunu çıxır, bəndəm neyin çıxır. Daha bir şey qalmır, bıçağını hələ kütlə eləyir. Hələ elə şey olar. Adam var ki, toydan çıxıb, deyir hələ bir dənə də toy var, palatka toy. Oradan bozbaş göndərir. Yəni ki, o bozbaşda hər şey var. Noxudu var, kartofu var, əti var, bu sənə первый, второй, третий, четвертый. Daha nə istəyirsən? Orada yığırlar bir-birinin üstündə qalqalacaq, toyda. Özünü götürmək olmaz. Götürmə. Yox, əl vurma burada, əl vurma. Sən də stəkanı əl vurma. Tökmə ora. Mən eləyəcəm yuxarıda. Abşerondan rəssamlar heç biri bir-birinə oxşamır. Poçekdə ya. Yəni yazıda, yazı üslubları hamısı ayrı-ayrıdır. Hərəsi bir dənə yolla gedir. Ancaq hamısı gəlib Abşeronda birləşir. Abşeron nədir atributu? Günbəzli evlərdir, indi yoxdur. Tut ağacıdır, indi o da yoxdur, hamısı kesiblər. Qumlardır, o da yoxdur. Heç nə yoxdur və qalmayıb. Onu ki biz görmüşük. Burada qumlar vardı ki, dəniz qırağında. Mən gillənirdim qumun üstü ilə aşağı. Gör nə hündürlüyündəydi ya. İndi hanı? Daşıdılar da. Ruslar daşıdılar hamısı qumları mala ilə. Mala eləməyə. Mala çəkməyə divara. O da get başqa qum tapdı balı. Yəni gəl bunu aparasan. Sizi videodan ayırdığımız üçün üzürlü sayın. Miraç YouTube kanalının mənəvi dəstəyə ehtiyacı var. Kanalımıza abunə deyilsinizsə, abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Əgər maddi dəstək olmaq istəyirsinizsə,
aşağıda gördüyünüz Patreon linkinə daxil olaraq bizə dəstək ola bilərsiniz. Xoş izləmələr. O qumlar ki var deyə, bilmirəm indi bunu deyən olub olmayıb, biz bildiyimiz kimi də o qumları apardıqca poçva başladı su çıxmağa oradan. Yerilib poçva deyil, sular. Başladı çıxmağa. O qumlar bilirsin nə idi? Dəniz nəm hava götürər həmişə, küləkli vaxtda. O gəlir, qum onu çəkir canına, quru hava gəlirdi bura. Nəyə görə indi burada? Çoxsa ayaq ağrıdan, nəmişlikdən, nəmişlik var da. Nəmişliyi də şey vardı, köməyi vardı. Nə idi? Kürsə eləyirdilər. Eşitmişdi kürsi, örtürdülər, manqal qoyurlar orada kömürü, yekə kürsi yorğanı olurdu. Hamısı girirdi, ayaqlarını uzadıb, balışa söykəni bilə özləri, uşaqlar dincəlirdilər. Üstündə də bir dənə babaydı tava, tavanın üstündəki qoz, fındıq, belə şeylər. İndi var elə şey. Yox da. Hamısı bizə necə? Sivilizasiya düzdür və sivilizasiya mən əksinə deyirəm. Sivilizasiya olsun, ancaq ki sən öz nə deyirlər? Kökü saxla da. Hələ gəl, indi nə olur? Baxırsan, öy tökülür. Allah bir dənə qapı düzəldib özünü yox. Pult da açır qapını. Ha, get evi düzəld, sonra qapı pult qoy yenə. Qapı burada. Doğrudan indi bu yaxında görən. Neçə yeri gelmişəm. Allah ev, baxırsan belə görsənir də evində. Tökülür o ev. Ev yesi gələndə kişi. Evin kişisi olur da. Kişi gələndə hamısı mıx kimi durmalıdır ayaqüstü. Daha uzanıb qəzet oxumalıdır. Divanda uzanıb. Atam gəlib, ata necəsən? Nə var? O da öyle. O da öyle. O həmin hörmət qalmalı idi. İndiyə qədər gəlməliydi. Yoxdur. Bir adamın ki, o ata oğul kartla bankına geçsin. Olar, burada qalar, heç nə qalmaz. Günahın biri əl telefonlarını yıxır, boynuna yıxır, televizoru boynuna yıxır. Televizor da hər şey ola bilər, ancaq ki, düzdür, mədəniyyətin bir hissəsidir o. O hissədən göstərilən şeydən çox xətərli bir şeydir televizor. Yəni bu kanallar, telefonda olan kanallar. Mən yaxşı dolaya girə bilmirəm. Baxmıram da. Mənim nəvəm, Allah sümkülər saxlasın, uşaqlar bizi. Mənim nəvəm biri Kanadada oxuyur. Proqramist. Öydən gedəndə demişdi ki, bu atanı qoymayın TikTok'a baxsın. Dedim mən heç baxmıram, onu bacarmıram da. Mən gəl internet olsun məndə ki baxım. Heç bacarmıram da. Ha. Görürsən o necə adamdır? O bilirdi. Bilirdi ki nə var orada. Orada oxuyur. Kanadada oxuyur. O bursa ki Türkiyədə oxuyur. İrəliyəndə ayağının altında kim keçdi? Tapdalayıb keçirsin. Tapdalayıb keçmək olmaz axı. İnsanın, Allah yaradanda insanı zəifini də yaradıb, güclüsünü də yaradıb, ağıllısını da yaradıb, başdan biraz sərsəmləri də yaradıb. Bunlar hamısı Allahın yaratdıqlarıdır. Sən olar ki, ya, sənin də pulun var, biraz tapdalaya gedəsən hamısı. Olmaz axı. Sonra, bəs o yanda kim cavab verəcək? O yanı heç kim inanmır ha. O yanın bir hissəsi buradadır, bir hissəsi o yandadır. Bir hissəsi burada yüngülləridir. Yəni ki, o bayaq dedim, həmin o sivilizasiyadır gedir. Yəni ki, bilirsən necədir indiki nəsil? Deyir, mən 83 yaşım var. Bu 83 ildə onun 70 ilini yığıram. Bütün elm olur, elmi öyrənirəm. Rəssamlıq olur, rəssamın bu sekretlərini öyrənirəm. Bunları öyrənib işləyirəm, yığıram bunları. Yığıram. İndi gələn mən axı, bunları yığanda kiməsə ötürməliyəm axı.
Bu bilik bu beyində yığılıb qalır. Yığılıb qaldı. Bunu kiməsə deməliyəm də. Kiməsə ona görə görürsən ki, bəzən uşaqlar gəlirlər hazırlığa, hərdən gəlirlər mənimlə görüşməyə də ki, baxıb görürlər ki, mən işləyirəm. İndiyəcə qədər işləyirəm mən. Axırıncı işim vardı da balaca iş. Dərviş. Hələ başlamışam onu. Yəni ki, bizə necədir? Bilmirəm mən deyə, çox rəssamlarda başqa cürdür. Yaşlı rəssamlarda. Yaşlı adamlarda da başqa cür. Əsas odur ki, Allah insanın ağlını almaz. Yəni, o ki, deyirdim, o 70 ildə yığdıqlarım var. İndi bunları hamısı xərcləyə gəlirəm mən. Gəlirəm bunları. Mən o gələcək nəslə də gəlmişik ötürüm axı. Peşəkarlar azalıb. O həmin bəya dedi ki, o qədər sürətlə gedir ki, tapdalaya gedir də, gedir. Gedir, məqsədsiz bizə necədir? Hər dövrün öz şeyi var da, adı. Hər dövrdə insan istəyir hələ özünü gözə soxsun. Göstərmək istəyir özünü. Sən göstərə bilərsən. Mən rəssamım. Oturum burada bir saat danışım. Axırı biri qeydib deyər mənə ki, bir dənə işindən bir göstərmə baxım da. Nə göstərəcəm ona? Varsa göstərəcəm. Yoxsa nə göstərə bilərəm ona? İndiki insanlar da elə olub. Mən rəssamı məsəl çəkdim. Az elə adamlar da var da, yaxşı danışır. Danışıq qabiliyyəti var. Sonra heç nə yoxdur axı. Boş-boş qırıldatmaq var. Televizora baxıram hərdən. Güya bir qanun çıxdı ki, yarı çılpaq, zat çıxma olmaz. Bu müğənnilərə aiddir. Müğənnilərə deyiblər də yəni. İndi baxıb görüm hamı giyinib. Bunu demək lazımdır. Ada elələri var da lüt çıxır ağlı başlı. Hələ bizim Azərbaycan kanallarında. Yəni bu olmaz axı belə şey. Bunu demək lazımdır ki, ya zapret qoyulsun. İndi qoyurlar zapret. Bir də o günləri baxdım, qızı vardı orada oxuyan müğənni. Bağlı, giyinibdi. Adı özü Azərbaycan Kazan Tatardı mənim dedi. Çox gözəl oxuyur. Özdə ki, ləhcəsi adı da yoxdur, bilinmir. Düşüblər bunun üstə ki, sən bunu da belə giyimlə çıxırsan zaten. Yazırlar, adam belə giyinmiş çıxır da, hələ gəlib çıxsın. Ona öyle zapret koydular da. Bu xırda bu həmin şeyler var ha. Bu xırdadan yığılır böyle bir elə bir şey gəlir ki. Sən inandırmısan heç bunu biz bacaran Məryonu. Bacaran Məryonun axırı nə olacaq? Həmin şeydir də, böyük kiçik. Yəni məscidin yolu, məscid oradadır, yolu buradan keçir də bu küçədən. Görərdik ki, məsciddən gəlir yaşlı ağsaqqallar. Yaxında da qapını açıb girərdik içəri. Və yaxud da rastlaşmış söykənərdik divara, gözləyərdik, salam verərdik onlara, keçərdik. İndi elə şey var. O aqressiv olanların çoxsu pulu var, pulları var. Ona görə aqressiv olublar. Səni buradan baxarlar, yuxarıdan. Yer gələr. Adam saymırlar, çünki pulları var. Yəni, mən belə fikirləşirəm, ola bilər. Əvvəllər nəyə görə? Pullu adamlar azdır. İndiki bir azadlıq, demokratiya zad olandan sonra, ondan sonra başlayıb pullar çoxalmağa. Pullar çoxalanda da nə olur? Rüşvət də başlayır baş alıb getməyə. Ona görə hər şeyin adı ilə deyəndə olmur, gələk adı ilə deməyəsən də. Bu bizim cəmiyyətin rəngini mən boz görürəm. Boz və qara. Bir sürü necədir? Rənglər. Rənglər aləmində bir baş vursa olsun, məndə bir dənə işim var orada, axırıncı işlərdən birisi, o baxarıq. Payız işidir. Bu payız işində rənglərdir bütün. Adam çözəcək. Mən yaşlı adam üçün mən elə rəngləri ret olar ki, mən elə şey işləyim. Gücdən gəldi ağlıma payız, nə oldu payız, qızıl payız, zat, belə bir rəng.
O bir necə? Mən özümü tərbiyə edə bilirəm. Tərbiyə edə bilirəm ki, o qara bozluğa getməyim. O yolu getməyim. Onu saxlamışam. İçərimdə saxlamışam. İçərimdə saxlayanda da indi o haça baş verəcək, partlayıcı zat, bir şey. Ancaq onu mən yığışdıra bilirəm. İşini. Hər adam onu yığışdıra bilməz axı. O qara bozu bu yolu. Yolu yığışdıra bilmir. Ona görə mən onu elə görürəm mən. Mən həyatı necə görürəm, elə də danışıram. Mən realist rəssamam. Yəni başqa şeylər mən eləməm. Falşivalıq yoxdur. Yəni saxtalıq olmasın gərək.